Azərbaycanda bu kənddə toylar gecə 4-dən tez dağılmır. Toyların sonunda qadınlar mütləq yallı gedir. Getməsə o toy başa çatmır. Kənddə xərçəng və həkimlərin belə sağalda bilmədiyi bir çox ağır xəstəlikləri otlarla müalicə edən şəxs var. Mineral sularla zəngindir. Uzun ömürlü insanlar yaşayır. Yerin Qulaq kanalı hər kəsin marağına səbəb olan bu kəndlə bağlı məlumatları təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Bugün sizə Azərbaycanın ən sirli və eyni zamanda ən maraqlı kəndlərindən biri haqqında danışacağam. Söhbət Gömür kəndindən gedir. Bu kənd Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Dağlarla əhatələnmiş, təbiəti təmiz, havası saf olan Gömür kəndi həm görünüşü, həm də tarixçəsi ilə adamı valeh edir. Adının mənası belə maraqlıdır. Gömür qədim türk sözüdür və gömmək, yəni bastırmaq mənasını verir. Bəzi tədqiqatçılar düşünür ki, bu ad kəndin yerləşdiyi relyefə və ya keçmişdəki hadisələrlə bağlıdır. Kəndin ərazisindən 3 təbii çay axır. Bu çaylar kəndin həm su ehtiyatını qarşılayır, həm də təbiətə canlılıq qatır. Elə kəndin ətrafında mineral sular da boldur. Bu suların müalicəvi təsiri olduğuna inanılır. Bəzi sakinlər bu suların böyrək, mədə və oynaqlarla bağlı xəstəliklərə qarşı faydalı olduğunu deyir. Gömürün bir başqa sirri də bitkilərlə müalicə sahəsinə tanınan bir şəxsin burada yaşamasıdır. Keçmişdə bu kənddə elə bir insan olub ki, xərçəng də daxil olmaqla bir çox ağır xəstəlikləri otlarla müalicə edib. El arasında ot həkimi kimi tanınan bu şəxs haqqında danışanlar deyir ki, hətta həkimlərin sağalda bilmədiyi insanlara belə şəfa verir. Bu kəndin uzun ömürlüləri də məşhurdur. Kənddə 100 yaşını keçmiş insanlar sayı heç də az olmayıb. Məsələn, 1879-cu ildə anadan olub, 1970-ci ilə qədər yaşayan bir sakin Gömürün uzun ömürlü simvoluna çevrilib. O, düz 91 il yaşayıb, özü də təbii yolla dərmansız. İndi keçək kəndin toylarına. Gömürdə toylar adi bir tədbir deyil. Bu tam bir xalq bayramıdır. Burada toylar gecə saat 4-dən tez dağılmır. Musiqi, rəqs, yeməklər. Hər şey öz qaydasındadır. Amma bir maraqlı detal var. Toyun sonunda qadınlar yallı getməsə, o toy başa çatmış sayılmır. Qadınlar sonunda mütləq şəkildə əl-ələ verib yallı oynayırlar. Bu həm birlik simvoludur, həm də əsrlərdən gələn bir adət. Əgər yallı gedilməsə, kənd cəmaatı deyir, bu toy heç dağılmadı ki. Hal-hazırda Gömür kəndinə 500 nəfərdən çox insan yaşayır. Sakinlər əsasən heyvandarlıq və təsərrüfatla məşğuldur. Burada həyat sadədir, amma bir o qədər də mənalı və dəyərlərlə doludur. Əgər bir gün yolunuz Naxçıvana, xüsusən də Şahbuz rayonunda düşsə, Gömür kəndinə baş keçməyi unutmayın. Burada sizi sadə təmiz və hava gözəl mənzərə yox, həm də dərin tarix, zəngin mədəniyyət və insanlıq dolu hekayələr qarşılayacaq. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.